Qobustanda ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə bugün günorta saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı şəhər sakini 32 yaşlı Əli Mahmudovun idarə etdiyi Hyundai markalı minik avtomobili yoldan çıxaraq dəriyə yuvarlanıb. Nəticədə bir nəfər dünyasını dəyişib, 2 nəfər müxtəlif bədən xəsarətləri ilə Qobustan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər Şamaxı rayon sakini 2004-cü il təvəllüdlü şəxs qarın boşluğunun travması, qabırğanın sınığı və 1993-cü il təvəllüdlü şəxs kəllə-beyin travması ilə Qobustan rayon mərkəzi xəstəxanasına hospitalizasiya edilib. Onlara ilkin tibbi yardım göstərilib, instrumental və diaqnostik müayinələr edilib. Hazırda müayinə və müalicələri təcili tibbi yardım şöbəsinə davam etdirilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.